Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün Azərbaycan dili 4-cü sinif 2-ci hissədən yeni bir mövzumuz var. Burada biz yazı işlərinin yoxlanılmasından danışacağıq. Uşaqlar, yazı işlərini yerinə yetirərkən mütləq şəkildə bəzi qaydalar var ki, onlara əməl etmək lazımdır. İlk öncə qeyd etmək istəyirəm ki, orfoqrafiya qaydalarına uyğun şəkildə yazmaq lazımdır. Yəni, sözləri düzgün şəkildə yazmalıyıq. Və bir də durğu işarələrindən lazım olduqca yerli yerində düzgün şəkildə istifadə olunması. Bunlara fikir vermək lazımdır. Ən əsası da sözləri düzgün şəkildə istifadə olunması. Bəzi sözlər yerli yerində istifadə olunmursa, bu cümlənin mənasına xələl gətirə bilər. İndi biz bu haqda daha ətraflı danışacağıq. Başlayırıq ilk tapşırığımızla. 3A. Mətni oxuyun, yol verilmiş səhvləri müəyyənləşdirin, öyrəndiyiniz qaydalara istinad edərək fikrinizi əsaslandırın. Gəlin baxaq uşaqlar. Öyrəndiyimiz qaydalar və fikirlərimiz. Gövhər ağanın 19-cu əsrdə Şuşada məscid tikdirir. Gövhər ağa 19-cu əsrdə Şuşada məscid tikdirir. Uşaqlar, qeyd etmək istəyirəm ki, burada ən vacib məqamlardan biri odur ki, 19-cu Roma rəqəmlərində biz bu şəkilcidən istifadə eləmirik. 19-cu əsrdə sözündə isə əsr burada yazılmamalıdır. Hal-hazırda bu məscid Aşağı Gövhər Ağa məscidi adlanır. 1884-1885-ci illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir etdirir. 1884-1885-ci C olmalıdır. O, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir etdirir. Həmin məscid hal-hazırda Yuxarı Ağa məscidi adlanır. Yəqin ki, siz səhvlərə baxdınız və artıq anladınız ki, harda yanlışlar var idi. Yazı işinin yoxlanılması, faydalı məsləhətlər. Yazı işini yoxlayan zaman aşağıdakılar nəzərə alınmalıdır. Sözlərin orfoqrafik normalara uyğun yazılması, durğu işarələrindən düzgün istifadə və sözlərdən yerli yerində istifadə edilməsi. Uşaqlar, indi gəlin tapşırıqlarımızla həmin bu qaydaları daha yaxşı mənimsəyək. İlk öncə B tapşırığı ilə başlayırıq. Cümlələrdə səhvləri müəyyənləşdirin, öyrəndiyiniz qaydalardan çıxış etməklə səhvləri izah edin. Gəlin başlayaq dostlar. Cümlələrdə səhvləri müəyyənləşdiririk və öyrəndiyimiz qaydalardan istifadə edərək səhvləri izah edirik. 1. İbrahim 3-cü sinifdə oxuyur. İbrahim əlbəttə ki 3-dən sonra C olmamalıdır. 3-cü sinifdə oxuyur. Baxırıq ikinci cümləmizə. Maşınlar sıra ilə düzülmüşdü. Maşınlar yox, maşınlar yazılmalıdır. Maşınlar sıra ilə düzülmüşdü. Növbəti 3-cü cümləmizə nəzər salırıq. Qulağıma nənəmin səsi toxundu. Baxacaqsınız ki, uşaqlar, burada orfoqrafik səhv yoxdur. Amma cümlədə söz yerində istifadə olunmayıb. Nənənin səsi toxundu yox. Nənəmin səsi dəydi. Qulağıma nənəmin səsi dəydi. Cümlə məhz bu cür olmalıydı. 4-cü, sonuncu cümləmiz. Həsən bəy Zərdabi demişdir. Həsən bəy Zərdabi demişdir. 2 nöqtə və biz burada stata yer veririksə, deməli nə açmalıyıq? Dırnaq işarəsi açırıq və qeyd edirik. Yaxşı kitab, çox qiymətli bir xəzinədir. Nöqtəmizi qoyuruq və dırnaqla
cümləni tamamlayırıq. Çünki burada stat var idi. Biz qeyd etmişik ki, statlardan sonra nə qoyulmalıdır? Dırnaq işarəsi qoyulmalıdır. Bax belə keçid alırıq. Növbəti C tapşırığımıza səhv yazılmış sözləri düzəldərək cümlələri köçürün. Gəlin başlayaq dostlar. Səhv yazılmış sözləri müəyyənləşdirərək cümlələrimizi nə edirik? Cümlələrimizi köçürürük. İlk olaraq birinci cümlə ilə başlayırıq. Bugün bütün, hələ ki səhv yoxdur. Ailə, artıq səhvimiz var. Ailə üzvləri süfrə ətrafında toplaşmışdılar. Deməli, birinci cümləmizdə səhv nə idi? Birinci cümləmizdə səhv ailə sözü idi. İkinci cümləmizə nəzər salırıq. Ssenarinin müəllifi yox, müəllifi. Dostum yox, dostum. Bəşir idi. Üçüncü cümləmizə nəzər salırıq. Onun köynəyi tərtəmiz idi. Onun köynəyi tərtəmiz bitişik yazılır uşaqlar. Onun köynəyi tərtəmiz idi. Və dördüncü cümləmiz qızlar çəmənlikdə çiçək toplayırdılar. Əlbəttə ki, qızlar yox, qızlar. Qızlar çəmənlikdə çiçək toplayırdılar. Beləliklə, bu cümlələrdə də səhvləri taparaq düzgün şəkildə yazılış qaydasını yazdıq. C-yə baxırıq. Buraxılmış durğu işarələrini əlavə edərək cümlələri köçürün. Gəlin burada durğu işarələrini yerinə qoyaq. Və ondan sonra cümlələrimizi köçürək. İlk olaraq başlayırıq birinci cümləmizdən. O Əsgərə məktub yazdı. O, vergül, Əsgərə məktub yazdı. Məktub yazdı. İkinci cümləmizə nəzər salırıq dostlar. Urra, ordumuz zəfər çaldı. Urra, ordumuz zəfər çaldı. Təbii ki, urra varsa, deməli bu nida cümləsidir. Sonunda da nida işarəsini qoyuruq. Urradan əvvəl, sonra isə virgül qoyulmalıdır. Üçüncü cümləmizə nəzər salırıq. Yaz gəlmişdi. Ağaclar çiçək açmışdı. Yaz gəlmişdi, vergül. Ağaclar çiçək açmışdı. Dördüncü cümləmizə baxırıq dostlar. Heydər Əliyev demişdir. Heydər Əliyev demişdi. 2 nöqtə və burada dırnaq işarəsi açılır. Azadlıq hər bir xalqın milli sərvətidir. Nöqtə və dırnağımızı bağlayırıq. Çünki statları biz əlbəttə ki, nə etməliyik? Biz statları dırnaq işarəsi içərisində yazmalıyıq. Davam edirik əziz dostlar. D tapşırığına baxırıq. Fərqləndirilmiş sözləri uyğun sözlərlə əvəz edib köçürün. Gəlin baxaq. İlk cümləmiz və fərqləndirilmiş sözlərimiz. Deməli belə. Birinci. Bu xəbərdən sonra babamın könlü ağrıdı. Bu xəbərdən sonra babamın könlü yox, ürəyi ağrıdı. Ürəyi ağrıdı desə daha uyğun gəlir. Babamın ürəyi ağrıdı. İkinci cümləmizə nəzər salırıq əziz dostlar. Səhər açılar açılmaz çil-çil xoruz qışqırdı. Səhər
açılar, açılmaz, çil-çil xoruz qışqırdı əvəzinə nə deyəcəyik uşaqlar? Banladı. Və üçüncü cümləmizə baxırıq. Makedoniyalı İskəndər xəstəlikdən həlak olmuşdu. Makedoniyalı İskəndər xəstəlikdən həlak olmuşdu əvəzinə vəfat etmişdi qeyd edəcəyik. Vəfat etmişdi. Dördüncü cümləmizə baxırıq. Cəmilənin maraqlı yaddaşı var. Cəmilənin maraqlı əvəzinə güclü yaddaşı var. Sonuncu tapşırığımızda isə qeyd olunub ki, apardığınız araşdırmalara istinad edərək ən çox bəyəndiyiniz tarixi şəxsiyyət haqqında tarixi informativ mətn yazın, bir-birinizin yazısını yoxlayın. Artıq siz yazı işinin yoxlanılması qaydasını bilirsiniz və buna görə də hər hansı bir sinif yoldaşınızın yazısını yoxlaya bilərsiniz və yoxlayarkən bu yuxarıda sadaladığımız qaydalara əməl etməyi unutmayın. Bugünkü mövzumuz bu qədər. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.